3D Max-da belə bir pərdəni necə yaratmaq olar? Bunun üçün bizə nə lazımdır? Bir dənə plane çoxlu segmentlə, bir dənə box və bir dənə silindr. Plane'imizi seçirik, üzərinə close modifikatorı əlavə edirik. Modifikatorun ayarlarını açırıq və qrupu seçirik. Front görünüşə keçirik, üstdəki vertexlərimizi seçib make group klik edirik, adlandırırıq. Məsələn 1, OK və node. Nodun üzərinə klik edib boxumuzun üzərinə klik edirik. OK. Növbəti vertexlərimizi seçirik. Bu vertexlərimizi seçdik. Make group 2, OK, node və silindrimizin üzərinə klik edirik. Close modifikatoruna qaydırıq. Object properties, plane'in üzərinə klik edib close seçirik. Hazır presetlərdən kodlanır. Perspektiv görünüşə qaydaq və simulate local klik edirik. Formanı əldə etmək üçün boxumuzu seçirik, scale-a keçirik və biraz boxumuzu sıxırıq. Silindrə keçirik və masştabını azaldırıq. Biraz aşağı çəkirik, formamız açılsın və sağa. Formanı artıq özünüz istədiyiniz kimi düzəldə bilərsiniz. Bu hissəsi daha hamar olsun deyənə üzərinə FFD4 modifikatorunu əlavə edirik. Control pointslarına keçirik və biraz burada uzadırıq. Modifikatorlar haqqında YouTube kanalımızda geniş dərsimiz var. Üzərinə turbo smooth əlavə edirik, boxumuzu silirik. Pərdələrimiz hazırdır. 3D qrafikanı öyrənmək istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslərimizi qaçırma.